Mesela biri gəlib deyir ki, siz şiədir. Gəlib deyir ki, sizin Quranda da ayələrdə özü deyirsiniz, başqa şey and içmiyor. Burada deyir, and içir ayə. Onu deyən insan, qardaşım, Allahın kitabından ən qafil insandır. Ən cahil insandır. Ümumiyyət, Allahın dinindən cahildir. O insan Rəbbini tanımır. O insan Rəbbinin məxluqata bərabər tutan insandır, ona görə danışır. Birincisi, Allah Teala məxluqatından istədiyini and içə bilər. Belə biri yazmışdı dərsin altına kommentə. Deyirində Allah Teala Allah deyir, şirk edir. Gör, nə cahil insandır. Yəni, Allah Teala öz məxluqatından da içir, öz yaratdığından içir. Yəni, kimə şərik, hansı şirkdən danışır? Gör, nə qədər cahil insandır ki. Deyir, indi Allah Teala şirk edir. Yəni, Allah Teala, yəni, mənim şəriki var ki, sən şirk edir. Ay, cahil insan. Allah məxluqatından içir, səndə şirk olur. Niyə görə? Çünki sən yaradana and içməlisən. Yaradanla yanaşıb başqasına and içmək olmaz. Yəni, çünki bu da ibadətdir. Demək, Allahla yanaşıb başqasına ibadət eləmək olar. Şirk səndən törənir. Çünki sən o məxluqatı Allaha bərabər tutun, and içməklə. Allah isə, qardaşım, fəalun limə yurid, necə ayədə keçir, istədiyini eləyəndir. Allah Teala məxluqatından kimə istəyir and içir? Sən Rəbbinlə, Allahla məxluqatı niyə bərabər tursan ki? Allahın etdirmədiyi ki, onda Allah şirk edir. Gör, nə cahil insandır, nə qafil insandır, vallahi bədbəxt insandır. Sən niyə belə deyir, qardaş? Çünki bu tayfanın, bu əqidənin, bu rafizlərin, qardaşım, Allahın dinindən xəbəri yox. Tövhid, şirk nədir bilmir. Ayət edə bilmir də. Deyəndə ki, qardaş, tövhid sənə görə nədir? Şirk sənə görə nədir? İzah edəsən, bu adam izah edə bilməyəcək. Desən, bidət nədir, sünnə nədir? Sünnə yəni Peyğəmbər sallallahu aleyhi ve sellem yolu. Bu sənə izah edə bir fərq qoya bilməyəcək. Çünki bütün əməlləri bidət daxı. Yəni, hansı əmələ bidət deyirsən? Məsələn, adi bir misal gətirək. Biz Kərbaladan və s. orada baş verən xurafatlardan danışanda, deyir, qardaş, bir məhsiyə deyirik və ya biz yas turu, o da matəmdir. Burada nə problem var ki? Yaxşı, bu bidət deyilsə, onda bizim etdiklərimizə də bidət demə də, qardaş. Düzdür, yoxsa yox. Da ki, mən nəsə bir əməl edirəmsə, bunu sünnədən bilirəmsə və dəlil üzərində edirəm. Bir dənə əməlimizi gətirir ki, deyin ki, siz bunu dəlil üzərində eləmirsiniz. İrad tutmursan bizim bəzi əməllərimizə və s. Vallahi, nəyə deymişik, nəyə eləmişiksə dəlil üzərində eləmişik. Amma siz adi bir namazınıza dəlil gətirə bilməzsə açıq-aşıq. Bizdə namazın Allahu Akbar kəlməsindən başlayıb ta Əssəlamu Aleykuma kimi dəlilimiz var. Açıq-aydın hədislərlə. Sən namazda bir dənə dəlil gətirə bilməzsən. Möhürlə namaz qılırsan, bir dənə dəlil gətir, Allah Rəsulü namazında deyib ki, möhrü qoyun, möhürlə qılın və s. Bir dənə dəlil gətirir ki, açıq-aydın şəkildə isnadla Peyğəmbərdən rəvayət elə. Peyğəmbərdən kim rəvayət edir? Sahabə, düzdürmü? Yəni, bunların rəvayətlərin çoxsu nədir? Əbu Abdullah dedi, Cəfər Əs-Sadiq. Əbu Abdullah Cəfər Əs-Sadiqlə Peyğəmbər arasında neçə əsr var, qardaş? Görüb, Cəfər Əs-Sadiq, Əbu Abdullah Peyğəmbəri görüb, qardaş. Sənin rivayətinlə Nəsrani rivayətinin bir fərq yoxdur. Nəsranilərdə də isnad yoxdur, səndə də isnad yoxdur. Din isnaddır. Ona görə Abdullah İbn-i Mübarək, Allah ona rəhmət eləsin, sələf-i salihdən deyir ki, isnad dindəndir. Əgər isnad olmasaydı, kim nə gəldi danışardı, istədiyini danışardı. Niyə? Onda sən də get, Nəsranilərin də rəvayətlərini qəbul edirlər ki, İsa Məsih belə dedi, filan, nə bilim, sahabəsi, həvarisi belə dedi. İsnad zad yoxdur. Deyir də özündən deyir. Yəni, onun rəvayətindən, sənin rəvayətindən fərq var ki, qardaş, isnad tam deyil səndə. Deyir, qardaş, biz nə ediriksə, vallahi hamısını dəlil edirik, dəlillə. İndi sənə görə bu zəifdir, uydurmadan özün bilərsən. Bizim hər bir əməlimiz dəlildir. Ya, bu bədbəxtlər dində, qardaş, yəni, şirk nədir bilmir, tövhid nədir bilmir, bidət nədir bilmir, sünnə nədir bilmir. Bizim əmələ bidətdir. Deyəndə sən bunu əməlin bidətdir, niyə bidətdir və s. edirik və s. deyirik, qardaş, bidətdir. Yəni, dində varid olmuyor. Mən bilirəm, matəm də var, yas saxlamaq da var, toy da var, əylənmək və s. hamısı dində bəyan olunub. Məgər Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında matəm olmayıb, qardaşım. Şəhid olanlar olmuyor. İşgəncə ilə öldürülənlər olmuyor. Ən sevimli sahabələrindən, əhl-i beytindən öldürülənlər olmayıb, qardaşım. Hansı birinə bax, bu cür matəmlər elədi. Belə mərsiyələr deyildi. Sinə döyüldü, cırıldı, baş yarıldı, zəncirləndi və s. və ilaxır o baş verən xurafatlar, kim it kimi süründü, getdi qəbirdən və s. və ilaxır. İlan kimi sürünə hürənlər. Bunlardan hansı biri baş verdi? Palçığa bulaşmaq, qadınların küçəyə tökülüşməsi və s. və ilaxır. Hansı baş verdi? Heç biri. Madəm sən buna bidət demirsənsə, onda bizim etdiklərimizdə də bidət demədə. Sənə olar, bizə olmaz. Necə olur? Sizə olar, onda bizə olmaz, eləmi? Yəni, bu şəriət sizə aiddir məgər.
Səndə bidət deyilsə, bizdə ümumiyyətlə bidət deyil. Niyə? Ən azından mən dəlil üzərində edirəm. Dəlillə edirəm. Bir dənə əməl gətirirəm ki, deyirəm ki, siz əhl-i sünnət və ya adımızı indi necə siz çağırın, Vahabi deyirsiniz və s. nə deyirsiniz? Deyirəm ki, sizlər ey sələflər və s. Falan əməl edirsiniz. Onun İslamdan əsası yoxdur. Hamısı dəlilləndir. Sən qəbul etsən, qəbul eləmə. Dəlil üzərindədir. Sənin əməlvə dəlil var. Hansı əməlvə dəlil var? Hansı əməlvə? Ya uydurma hədislər gətirəcəklər, vallahi, ya uydurma rəvayətlər. Ya da ki, elə bir dəlil gətirəcək ki, hələ gətirsə, hələ bu gətirsə də, ən yaxşı halda gətirsədir. Onun da mövzu heç bir əlaqəsi yoxdur. Təsəvvür elə. Məsələn, gətirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ağlaması öz bəzi sevdiklərinə. Deyirəm, ağlayıb, sən də ağla, mən də ağlayıram. Amma Allah Rəsulü illərlə ağlamadı, hər il ağlamadı, hər ay ağlamadı. Matəm kimi hər il qeyd eləmədi. Mən biləm, ağladı. Ağlamaq olar. Ağlamaq lazım. Lakin ağlayanda başdan gözdən çırpmadı. Ağlamaq ayrı, üz-gözə çırpmaq, sinə cırmaq ayrı. Görsən necə mənasız şey gətirir. Sizin kitablarda da var da filan falan. Bu bədbəxtlər elə tayfadır ki, yəni öz əqidələrini, öz kitablarını isbat edə bilmirlər. Görsən şübhələr gətirir. Sizdə də filan kitabda filan yerdə ya zəifdir, uydurmadır. İndi bəzən cavab verilir, bəzən sevinirlər, gətir də filan deyir. Vallahi yəni onların hamısı cavab var. Lakin vaxt itirmək istəmirik. Hamısı hörümçək torundan da zəifdir. Və elə bir şey gətirəcək ki, heç məsələ adəti yoxdur. Gətirir Peyğəmbər sallallahu əleyhi və səlləm ağlamasını məsələn müəyyən sahabelərə, sahabə dünyasını dəyişəndə və ya Həmzə üçün ağlaması və hətta ki məsələn ümumiyyətlə nəsə belə şey gətirdik, qardaş, məsələ adəti yoxdur. Mən biləm ağlayıb, sən də ağla gedən, mən də ağlayıram. Lakin Allah Rəsulü hər il o günü ağlayıb, qardaşım, söhbət ondan gedir. Hər il onu matəm eləyib, yas keçirib, mərsiyə deyib, sinə döyüblərmi, qardaşım? Öz zamanda yəni ehtiyac olsa eləyərdi. Yəni onların ağlına gəlmədi, sənin ağlıma gəldi. Deməli, sən deməksən ki, din kamil deyil. Allah Rəsulü gizlədib, haqqı çatdırmayıb, siz bilirsiniz, siz çatdırdınız. Yəni ondan birinin də ağlına gəlmədi ki, yəni matəm keçirəndə sinə döymək lazımdır, üz vurmaq lazımdır və ya da ki, başa qapaz vurmaq lazım. Bunlar belə edir, görsən, bir-birindən qapazlayırlar da. Yəni biraz baxanda bunlar yəqin dəlidirlər. Normal insan yəni belə şey eləmir. Yəni ağıllı insanlara baxsa heç şey olmaz. Rafizə olmaz. Əməllərinə baxsa, qıraqdan necə bu nədir? Bu nə vəhşilikdir. Düşüb küçələrə bellərin yarırlar, qılınca başına vurur. Bunun dəlidir, nədir bu qardaş? Yəni, normal insan yəni vallahi bunu eləmir. Normal insan bunu eləməz. Bir dəfə elə vuracaq ki, bütün bədənindən bu tərəfindən çıxacaq. Buradan vuracaq, oradan çıxacaq. Bədbəxt adamdır. Görmürsən, belə zəncir vuranda belin əti qopur. Qardaş, bu vəhşilikdir, qardaşım. Bu vəhşilikdir. Bu İslamı pis göstərməkdir. Qıraqdan bir nəsrani, bir yahudi, bir ateist baxsa buna nə deyər, qardaş? Nə deyər? Və deməz, bu nə vəhşilikdir, bu nədir? Təsəvvür edirsən, qardaş. İndi bunlar bu əməllərə bidət demir. Əhl-i sünnət, sələflər bir əməllər, yox, bidətdir, dində əsası yoxdur. Nə var elə bizdə də, əlhamdülillah, əsaslı şəkildə. Dəlillə edirik, dəlillə. Sizdə bir dənə dəlil yoxdur. Namaza bir dənə dəlil yoxdur. Deyirəm ki, bax, namaz qılırıq. Bu cür namaz qılmağıma dəlil gətir. Yenə deyirəm, hamısından deyirəm. Təkbirdən tutmuş, təslimə qədər hər bir əmələ namazımıza dəlilimiz var. Allah'a həmd olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsindən hər bir əməlimizə namazda, hətta səcdədə, rükdə dediyin kəlmələri belə dəlilimiz var. Dəlillə edirik. Çünki ibadətdir, tövqifidir. Özünə şey elə bilməzsən, Allah tərəfindəndir. Dəlil olmaz. Çünki danışırsansa dinlə, deməli Allah Rəsul adından danışırsan. Dəlillə danışmalısın. Yoxdur, qardaş. Və belə cahil insan da deyir, indi Allah şirik edir. Sən cahil insansan, Allah Teala yaratdıqlarından istədiyini and içir, Allah yaradır. Sən Allahın mülkündəsən, qırağa çıxa bilməzsən. Bəli, Allah Teala əsr vaxtda and içir, Allah Teala məsələn ulduzu and içir və s. və ilaxır. Düzdür, qardaş, bu Allah istədiyini eləyəndir. Nə Allah kimi özünə şərik qoşur. Allahın şəriki var, cahil desən ki, Allah şirik edir. Bədbəxt insandır. Şirk nədir bilmir, ona görə elə danışır. Bilmir axı. Öz əməli ilə Allahın əməlini bir sayır.